close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go. Salam, İki Qardaş kanalının möhtəşəm izləyiciləri. Gözə sən çəkim qardaşım. Aha. Bugün qaranlıq, bir o qədər də sulu videoyla qarşınızdayıq. Bir də əvvəldən sən bir bunu götür qardaşım. Bugünkü kombunun zoru idi axı. Bu oldu. Dən corablarımı çək, corablarımı. Aşağı düş. Mən bu corablara baxın uşaqlar. Bu corablar pənədir. Yəni sağım solum bəlli deyil. Bu zor idi baba. Bugün gedirik sizlə məşq eləməyə. Məşq eləmək mənim istəyimdir. Gəl. Çim eləmək qardaşımın istəyi. Hava soyuqdur, amma mənim qardaşım bilən bir də söz keçmir. Beyinə fiso. Böyük ehtimal beyninə düşüb, yəni bu vaxtda belə durub bizi bayra çatdırsa, sən telefon aradı, təpəmə, saatı göstərək, görsənir ekran. Görsənir. Ay, saat 1-ə qalıb 4 dəqiqə. Nəysə, gedək görək nə olur. Davay, video irəliləyən dəqiqələrini danışacağıq. İnanıram ki, bu video biraz əyləncəli video olar. Saçım qədər hündürdən olsa yoxlanmaqsa, mənə beynim maraqlı olacaq. Görək də görək nə olur. Davay, getdik. Yetim, sənə bir dənə söhbət var axı, işlənmə. Belə, deyirsən, yaxşısan, belə keyfin olacaq. Deməli, brat, mö. Başa şu nədir deməmiş? Yəni, deyirəm ki, şeytanın bir fikri də var, damarımdan daxil olub, məni içdən sürüdərək ağrılarıma son qoysun. Ay, yaxşı. Bu, bizim yazımız mahnıdan bir kəsitdir. Aynən, Comba ilə. Yaxın zamanlarda Qulaqcığınızla beyninizin içinə daxil olacaq. O şarkı evreni. Beyindən yaşadacaq. Ay, yaşa. Nə? Yenə biz deyək. Məncə bu dəfə başa düşdünüz. Like atıb gəlin göstərin. Bu da çox gözəlməyək qardaşım. Məncə üçlü kombo edilər yəni yorum. Abunə. Məncə eləyiblər. Keçdik videoya. Davay. İndi qardaşımın dediyini edirik. Bir dənə şey məşq olsaq. Bir tık yaxına nə qədər eləyəcək? Option deyim mən var. Mən özüm 100 dənə tunnik eləyərəm. 200 dənə burus eləyərəm. Sonra gedək dənizə. Hava çox soyuqdur, amma onu da deyim. Ayın çəsi bugün? 26 son oldu. Mən bilən ha. Neyse, çək sonra deyərik ayın tarixi. Oba!
Canavar. Hə, uşaqlar, şeydir. Gecə vaxtı nə etmək olar, nə etmək olar? Video qısa olmasın deyə nə edəcəyik? Sizi quruza soxacağıq. Öz mahnılarımızdan ver gəlsin. Öz mahnımızdan deyirəm, 10-15 dəqiqə yazmışıq mırta. Yəni benim də hobimizdə belə boş olanda yazmağı, çəkməyi xoşlayırıq da bilirsiniz ha. İndi sizi quruza soxacağıq. Safət qalsa da hazır edin də. Biraz mahnının sözü yadımda deyil söz asılı. Çünki həqiqətən 15 dəqiqə yazdıq, sonra ondan sonra 2 dəfə oxuduq mırta. Belə yadımda bulanıq qalıb da, bit açandan da olmuyor. Bitə görə bir də telif haqqı verməyi var ha, cığlaram da. Uşaq, mahnının sözü yadımdan çıxıb, niyə yalan deyim, biraz hıqqını oxuyacaq. Mırtı oxuyuruq ha, yəni vaxt geçsin deyə. Bilək yorumlara gözləyirik, avuz görə necədir deyərsiniz. Belə çıxarmaq fikrimiz var, amma yəni çıxarlası qədər də yəni, yaxşı deyil. O siz qərar verərsiniz də, sizə bıraxılır. İndi nə edirik? Mən bit açana qədər səhərli mahnını videonu saxlar, qoy yer çox tutmasın. Mahnını tapdım, bir də ki, əvvəlcəm söz deyim, əlimdəkini görüb birdən səhv başa mən istifadə edən deyiləm, elə şey qarşıyam. Dostumun idi, belə dedim, xoşuma gəldi, bir əlimdə oynadım, qaldım əlimdə. Nəysə, başladıq. Gözləyəcəyin olur ha. Allah haqq etsin yadımda deyil, nə? Axışına bıraxaq, başlığı biraz yadımdadır. İçimdə sənlə danışan biri var hələ də mən sən yoxluğunu yaşayıram hər gecə sən gedəndən olmuşam derealizasiya xəstəsi vaxtsız getdiyin gündən vaxtım getmir vaxtında qüsursuz sevdin sandım qüsurlarımı hər dəfə görməsəydim inanmazdım xəyanətini qəflətdən sənin adın beynimdə səs kimi dolaşarkən sən dolaşın yad evlərin pəncərəsi al. İlk gün sevgi etrafından ürəyim attı maksimum bir sözünlə yavaşlatdın o atışı aniden. Sənə inandığım için bir simaya tükürdüm evimdəki güzgüylə üz-üzə gələn kimi. Yalanlarına inanmazdım yalvarmasaydın əgər inandığım zaman özümə etibarım azaldı. Sevgi gözləri kör edir deyir həmişə yazarlar mən niyə oldum axı kar üstəlik də lal. Sən gedəndən gedmir axı məndə heç nə yolunda gedməsəydim bu sevgiyə mən qoyardım qızıl gül qızımız olsa səni oxşasın dedim lənətə gəlsin. Qızıma qurban olum kör olmuşam bağışda. Bu olğun halıma dəyişdin deyib ayrılırsan. Sənə sevgili həm atalıq etmək üçün dəyişdim. Dirənərdim gedmə deyib yollarını tutardım. Biraz yadımdan çıxdı amma dayanma. Bir də ki evimdəki güzgü yox otağımdakı güzgü ilə üz-üzə gələn kimi. Nəsə otaq idi o, səhv dedim. Burada SS'lər var, yüngül var. Gələcək gəlsə əgər maraqlı planım var, qulağıma pıçıldayaraq öyrətdi şeytan. Mən də planlarımı onunla bölüşərək dəstək istədim qəfil şeytanına. Qərənfil ataraq bu saf vicdanımı öldü göstərdi aləmə şeytan. Mən isə xəyanətimlə qisas alarkən daha da yaxından dost oldu şeytan. Şeytanın bir fikri də var, damarımdan daxil olub məni içdən çürüdərək ağrılarıma son qoysun. Necə ki içimə çürüdərək hisslərimə son qoydu. Şeytan da bədənimi çürüdərək məhv eləsin. Nə qədər altdan aldımsa bir o qədər də üstə çıxdım. Üstələdim hər səhvinin cəzasını özümə kəsdim. Düzlərinlə ucaldıqca səhvlərində yolumazdım. Yaxşı ki varsan demədən başqasıyla yaşadın sən. Şu Allaha, çaşmadım. Biraz yüngülvari şeylədim. İlişdiyim yerlər oldu, belə deyim də, məsəl üçün. Nəsə vaxt oxumuruq deyə də o. Evimdəki güzgün üzrə gəldiyim yox, otağımdakı güzgü olmalıydı, orası yadımdan çıxdı, nə haran deyirəmsə. Nəysə də bu çox söz səhvləri oldu, səslərdən mırta dedik də, video biraz uzun olsun. İndi nə edirik? Gedirik Timtimə, davay. Asta sür maşını, yamandı sürücü. Amandı, aman. Diyanaya bu mahnının telifi var ha. Oxumadı. Abi şu Allah'ım ya bunu bilmiyor. Bu arada bir şey deyim, bu gecə bayıra çıxmaq, seyləmək, gecə bayıra çıxım, gezməyim ya yaxşı. Dənizə girimsə vəfşimi qətiyyən eləmir. Yəni videoya görə eləyirik biz bunu. Videoya görə biz özümüz belə eləyirik, elədiyim şeylə video çəkirik, nə yalan deyək. Amma sizə məsləhət görmürük də. Yəni bir sözlə gecənin xeyrindən gündüzün şəri yaxşıdır, Allah. Düzdür ha, bax. Gecə vaxtı məsəl zibilə düşdünüz elədiniz. Necə deyim? Gecə vaxtı çıxdınız ha bayırasın. Bir
probleminiz, bir səhviniz olmasa belə, yəni polibom üçün problemə düşmə ehtimalınız məsəl üçün normaldan nisbətən 90% daha yüksəkdir. Niyə? Çünki insanlar azdır. Nəsə bir problem oldu, avtomatik olaraq Siz sən də, günahkar olursunuz. yaşa, sən də elə burada olduğun üçün günahkarsan. Bildin necə? Biz indi çox sıxıldıq, getmə gəlmirik. O desə istən sıxılıb gedəcək birazdan. Hər şey belə getdik. Şu an deməli gedirik şeyə. Getmək istəyirdik şeyə, tikinti var, ora getmək istəyirdik. Telif verəcək. Amma qardaşım dediyinə görə telif verəcək, amma ora getsəydi var, partlayış videosu var, çox qorxuyor. Yəni mən bir səfər ki 19 yaşım, mən hələ ora yəni ürəyim gedəmirəm də, yəni onda vallahi, yəni ora. Onu əyləndirərdi. Bir iki temalar var. Amma telif var da. Bir iki temalar var, bu şeyi. Oba. Buna baxın uşaqlar, buna baxın. Pulumuz üstümüzdədir qardaşım. Hə. Təmizik, Təmizlən, pakam. pakır, gedirik, neynirik? Vicdanımız yerində. Vicdanımız yerində. Gedək görün neynir ya. Gedik mağazaya bir içki aldıq, yoxsa biraz da atdıq şeyə, sumkaya. Hə, evdə də metada, hə, baş qaçmağa. Gedirik hara, timə. Gecə bu nə fikirdir? Biz videolar bu arada əvvəlcə fikirləşmir. Çox da fikirləşmədik ya. Baxın, Uzanan yerdə. Bizim bütün videolar oldu. Nəhayətdən ağlımıza gəldi ki, durduq getib çəkməyə. Xatirə qalsın da. Düzdür, nə? Hə, gələyim də kəllə bura. Özümüzə gələk. Şimdi orada görüşərik. Öz qanun olacaq, yerlə. Ancaq mənim pasdaş. Oba! Bir də bu mənzərəyə baxın, gəldi satdıq. Odur da yəni. Heç kəs yox. Tənha, suyun səsi, dalğanın səsi budur. Hayda. Heç bir şeydir yəni. Çox ləzzətli görsənir. Hələ hələ ki ki- cəlbedicidir. Hələ ki içmiş görsənmir, amma hələ ki. Amma hələ ki İnşallah. Oy, da bir yan bura bax. Nə? Bu arada biz videoları özümüz çəkirik, özümüz editləyirik, özümüz paylaşırıq. Hər şey Hər şey özümüz edirik. Mansın teyfinə kimi Bundan özümüz yox yoxlayırıq. hə. Gəldik çatdıq. Paltamızı harda sonra? Elin yaxşı bozu qaydanı təzə paltamızı qoydum yerə tavizlərdə. Bax bura zarafat elə, amma qəsəbədə yəni oğurluq, yəni and olsun Allah, yəni bu qəsəbə çox sakit, çox gözəl, ideal bir yerdir. Pristavinin bir tərəfi dağlıq ərazi asılır, qatar yolu sağ, Polçıq vulkanı yanında, bu tərəfi dənizli idi. Sahili də çox qəşəngdir. İçində sahilsiz parkları. Yəni o səsdən gəlir, mənim qulağıma bir yuxusuzluqdan olar inşallah ki, böyük ehtimal yuxusuzluqdan. Həmdə yox, bir nə su səsinə oxşamırdı. Nə su səsinə oxşamırdı. Bir dənə gözəl dənizli. Bu arada mən danışanda kameraya niyə baxımdan bilmirəm. Ancaq sualtı gözümü qaçırdıram. Utanqacam da mən. Utanqacam. Gəl paltamızı burada dəyişir ikimizdə, ən küçük dəyişir ki. İt götürüb, bir də iddiaya düşməyək də. Aldı paltolarımızı yerinə qalacaq. Həyat biz onu deyirik tələməsin. Düzə həyat heç nə eləyirik, özümüzə eləyirik. İşte, yəni suyun içinə geçən girək, yəni sərinliyə, aylar. Oradan qışın kadrlar sizə göstərək. Squad yatmırıq da demək olar ki. Bir dənə avtobusda 40 dəqiqə gözümüzü yumduq, necə tanımalıyıq. Sağ olsun avtobus. Ev kartof maşını. Davay yaxı. Bostan maşdı. Davay. Baxın bu göstərdiyim yer var, bu qaranlıq olan yer. Bax, bura var bura. Oradan hoppanmışam axı dənizə, qaranlıq gecə saat 2-3 olardı. Hoppanmışdım dənizə mırtələyəsə. Zaten hoppanmışam suya, suda yolmazmışam, bilməm indi hara üzməliyəm. O çox qaranlıqdır. Biraz da soğuk imiş. Zıqqılı soyuq imiş. Getdik Sinqantın gelirik, dudan girsin içində. Davay. O biri dona qədər, halırsan? Ha. Sinqantın. Ay,
Yo, telefon ver, telefon ver. Geçeysen. Oh my god. Lezzetli, Oh my ha? god. Çok lezzetli. Tamam. Gel biraz dizi kom. Ciciko. Ciciko. 2'de 2. Tamam. 3'ten. Ciciko. 3'te 3. Gel bırak ona düdüğü. Ciciko. Ciciko. Ya çilesinden bilin. Çilesinden. Oh be bu Lezzet elədi. rahatlığı başlayan benim de Allah'ın da olsun. Bu arada girəndən sonra isti soğuk hiss eləmirsən. Soyuğu istəmirsən çünkü soyuğu içində düşür. Axı mənim gözüm adamdan satlar görsən. Normaldır. Yuxusuzluqdan ola bilər. Ay kes yok da. İt ay bilin gəlirlər axı. Axı sən o Eləmə. anamın canı gəlirlər. Bu anamın canı. Axı indi nəsə görmür. Bir də itdən suya girə bilir axı. Ha, buradakı təcrübə. Yoxsa saç yoxdur. Biraz çimək çıxaq. Videonu saxlayaq, biraz çimək. Biraz çim. Kim. Hava idi doğma. Dönməli. Çıxıb dənizə. Artıq geyinimizi geyinirik. Biraz hələ. Geyinək. Videonu bir də elə başladıq. Canavar kimi. Yenə naturalini qoyaq. O 100%. Ay, gedir alələ seysən. Sürüşür o. Bu yine kimi kola fanda bir şey. Bax. Bir də uşaq istədi onda deyək. Bugün nə qədər kolafanda dedim ki, ay aşağı. Xeyri şeylə daha az üstün vermiş. Niyə? Çünki insan psixoloji testə işləyir. Nə eləmə deyirlərsə insan elə ona qaçır ki, görün burada nə var. Deyib alın dadına baxın, çox lezzetli. Həqiqə sürüşür. Çox idealdır. Sürüşür də sözü. Getdi. 5 dad getdi. Davay. Sən edirəm, gecən xeyri də bıtta. Qasır bitlərdən. Gəlir. Tamam. Gəl buna bax. Ayaqyalın qasırdır da bizi bunlar. Bayaqda itlərlə sampiyon oynayırıq. Bir-birimizə təxmin atırıq. Görüb itlər bizi qabaqlayır, biz itləri arxalamaq istəyəndə qabağına çıxırıq. Dayı görüm. Bu boyda itlər olduğunu bilmirdim. Hər neysə. Azdırdıq deyəsən. Keçən maraqlı idi bu günümüz. İnşallah sizin üçün də maraqlı olub. Bir əyləncəli videodur. Abi ayaqqabımı geyindim də axı videonu görmə. Burada şalvarımızı gücdən geyindik ki, bir abırsı olmasın. Bir də burada ayaqqabımızı geyinək. İşıq da gözümə düşür, ekrana baxamıram. Yox demişdim, ekrana baxsam bir daha. Bir də geyinək sonra danışarıq, saxla. Faytlama. Bu nədir? Qaqa bu itdir. Bax, mən gəldim, elimizin yerində. Ax bu da işləmədilər ki, biz də baxdan samşon yox lan. O ev itidir. O kimindir? Məhəmməd samşiri. De daldan biri yəni. Neydi? Deyim ki, yavaş yavaş. Bax buradadılar bir dəqiqə qaranlıqda düşmürlər. Qaqam nəfit çəkir. İt qorxusu bax budur da bu. Takırırlar. Anlıqlaşırlar bizdən axı. Videoya like atıp abone olup beğenmeyi unutmayın. Bu arada bayaq dedim o hündürlükdən o telefon bir nizamlar gəlin. Ha, Nizamdan. hündürlükdən o dənizə hoppanmışdım dedim. Qaranlıq, zülmət qaranlıqda. Ondan daha hündür yer tapdıq. Əgər bax bu videoya bax hoppanmamaq üçün deyirəm də, hoppanmamaq üçün deyirəm. Əgər bu videoya 10.000 like gəlsə, gecənin zülmət qaranlığında oradan hoppanacam. Çox qorxub. Bir qıraqda sən görsən, gecə vaxtı hoppanırsan, suya çatmırsan, tuz duramırsan. Suya girirsən, suya çıxırsan, o bir hansı səhv özünü bilmirsən. Nağarım. Burara dayayışa. Hə, axı neyiniyək? Gəl belə deyək, düşək gəlin maraqlınızı bir iki tema tapsaq, onları da çəkək. Getdik. Deməli, düşdü aşağı. Də o saat düşdü aşağı. Saatı göstərim belə. Yəni Saat 4'e işləyib 1 dəqiqə. Gedə yürüyüm nağarıq. Allah. Allah. Axı bu ara getdi. Yıxılmışdım o. Ay sən getdin Oraz.
Manyak. Dəli də abi. Anlıq götürdüm, SS'in videoya keçirdim, video götürdüm. Yoxa çıxdı səni. Lazımlı suallar part 4. Heç olub ki, gecə saat 3-də həyatımız üzərində motivasiyası gəlib. Səhər yenə yatıb qalmısınız. Mən o döngəyə girmişəm. Hal-hazırda o döngə devam edir. Hal-hazırda davam edirdi yəni. Gəl, yaxına gəl. Səsim düşmür. Bir dənə dedik şey partladaq, kitabdan bir dənəsini götürər. Kitabda şeylər çox belə şey xoş istəmirəm paylaşmağı. Niyə? Çünki sonra dillərinə görə indi olmaz da saçma çıxana qədər. Yəni çox şey Öz kitabımızdandır yəni. şeydir, amma bunu belki da paylaşmışdım. 20 neçə baxışam, sonra atdım gizliyə. Yəni onu oxuyacağam hal-hazırda. Bir dəqiqə. Əzbərimdə yoxdur. Kitab başını o kitab əzbərə saxlayam. Biz də şeylər saat 5-10 dəqiqə mıt yazırıq. Sonra yaxşı alınır, atırıq kitaba, sonra yaddan çıxır. Bəlkə adam ola bilmədim, sənə dərd oldum ana. Hamı məni soruşdu, bir sən oldun yanımda. Gecələr küçələrdə sayıqladım adını. Meytən oğlu olsam da, sən duamdasan ana. Dost bildiklərim yarı yolda dəyişdilər üzünü. Mən sustuqca böyütdüm içimdəki hüzünümü. Bir siqaret qədər qaldı ömrümün dadı. Sənə güclü göründüm, içsən öldüm mən ana. Ürəyimdə səsin var, qulağımda isə ahım. Bu şəhərin ərdaşında mənə aid bir günah var. Mən hamıya sərt oldum, sənə qarşı uşaqdım. İndi gec anlayıram, dərmanımsan sən ana. Dost dediklərim getdi, yalnızlıq qaldı mənə. Hər sətirdə sənin adın, hər ritmdə nəfəs var. Mən sərt oldum hamıya, səni incitmədim amma. Səssiz gecələrdə adını çəkirəm axı, mənim ana. Azam beydir eşitdiyiniz kimi. Gedək səhər namazını qılaq. Oradan da gedək bala-bala biraz gəzək, yeyək, abur-cubursa da vaxt gedək, vaxtlar künəsə də baxaq. Gedək videonu editləyək də, hazırlayaq videonu, onsuz da video güzəldir, telefon bizim içimizdə də eləmədik olsun. Gedək namazımızı qılaq bir yerdə. Allahümme salli Muhammed ve ali Muhammed. Allah hepin rəhmət eləsin, ailəsinə sabır versin, bizlərə sabır versin. Buradan şəhid ailələrinə səslənirəm. Hansının nə ehtiyacı olsa, yəni canla, başla, qardaşla bir yerdə eləyərik. Sənə deyirəm ki, buradan şəhid ailələrinə səslənirəm, qardaşla bir yerdə. İkimiz adına deyirəm. Livon şəhid ailəsi. Yəni nə lazım olsa canla, başla, əlimizdə nə gələn, əlimizdən gələnin artığında eləməyə hazırıq. Yəni o barədə, yəni bizə ağız açmaq deyil. Siz bilin, deyin bizə gələk. Baba gedək namazımıza. Bu da bizim məscidimizdir. Ən xoşladığım, ən favori məscidlərimdən biri də buradır. Yenə deyirəm, təbii ki, hamısı bir-birinə gözəldir. Amma bura daha doğma, yəni mən uşaqlığım burada keçib uşaq idim. Mən 10 yaşımdan zaten naşinamda. Səhərlər sübh namazı durub gəlirdim burada qılırdım, xoşuma gəlirdi. Bir də şimdi də xoşuma gəlir, get bitər. İdeal məsciddə mən çəkiləcəm. Bəhdən şamil namaz qılmaq var. İndi mən uşaqlıq vaxtda belə deyim də oruç tutmağı, namaz qılmağı həmişə gizlətmişəm. Elə bilmişəm ki, özünün reklam kimidir. Bu internetdə başlayan bəri paylaşıram. Niyə? Çünki digər şeylər belə necə deyim, örnək Reklam eləmə deyirsən. Reklam eləmək belə birincisi müsəlmançılıq reklam ola bilməz. Bilən bilir müsəlmançılıq nədir. Amma belə istəyirəm amma göstərəm ki, mən müsəlmanım, yəni mən əqidəm var, əqidəm düzgündür, düzgün yolla gedirəm, bildiniz necə, hə?
Zamanımıza baxsa öyrənsin, namaza başlayın, dinə içinizə mərhəmət olmasın. Namazdır, din insan içindəki mərhəməti, vicdanı yaşadan şeylərdən biridir. Ən önəmlisi, necə deyim, insan namaz qıldıqca o təmizlənməyi hiss edir, necə deyim, o rahatlıq sizə başlamamdır. Namaz qılmayanlar varsa, ancaq başlayan da ölə bilərlər. Mən deyə bilmərəm gedin bu. Amma məsləhət görürəm. Mən məsləhət görürəm ki, gizli spirtli sigarada satdansa, ki, namaz başlamağınız həm sağlamlığınız için, həm də ki, psixoloji baxımdan da belə də hər tərəfli sizə yaxşı olardı. Ümid edirəm ki, səsimi başa düşürsünüz. Montajında buram biraz böyük çoxalsın, namaz qılmağı mən istəyirəm istəmirəm. Amma sözüm də yerində deməyi xoşlayıram da, bilirsiniz necə. Davay. Bala gedirik evə tərəf. Saatı göstərin belə. Götürüm sadə. Düşdü? Gedirik indi evə. Görən indi. Bağlayaq bəlkə bu duruyor. Gedək parkda bağlayaq. Burada elə bağlayaq, düz dedim, onu yaxşı dedim. Ha, heç bir şey. İki qardaş kanalın möhtəşəm izləyiciləri. Bir videonun daha sonuna gəldik. Bu cür videoların gəlmək istəyirsə, like atıb, abunə olub, yorumlar yazmağı unutmayın. Gözəl yorumlarınızdan 10.000 like gəlsə nə demişdik? 10.000 like gəlməyəcək olsun belə deyirəm. Gəlirim 5.000 gəl. 5.000, hə. 10.000 gəl, 5.000 like gəlsə o dediyim yerdən hoppanacaq. Bağlara baxırsınız. Gec hoppanacaq. Hold me close till I get up. Time is barely on our side. Necə deyim, üfüqdə itən o gəmilərin işıqları və s. və ilaxə. Burada bir dənə nəsə partlatmaq lazımdır. Deyirəm, bu yazın bir yerə kömək edəcəksə, deyərsiniz, işə yarayacaq. Fikirləşirəm bir dəqiqə. Sən böyük bir okean idin, mən isə içində kiçik bir ada. Məni öldürmək də, yaşatmaq da sənin öz əlindədir. Sən getdik, partladın bunu.